Salam dostlar, ardıcıllığın limiti mövzusunun 6-cı testinin suallarına baxaq. Birinci sualda deyilir ki, verilmiş bu limiti hesablayın. Gəlin yazaq. Limit alfa pi bölək 4-ə yaxınlaşdıqda sürətdə sinus alfa üstəgəl sinus 5 alfa, məxrəcdə isə kosinus alfa üstəgəl kosinus 5 alfa. O da bərabərdir. Limit alfa pi bölək 4-ə yaxınlaşdıqda sürətdəki ifadə sinus alfa üstəgəl sinus betanın açılışı ilə hesablana bilər. Onu da yazırıq. 2 vurulsun sinus. Bucaqları toplayıb yarıya bölürük. 3 alfa vuraq kosinus. Bucaqları çıxıb yarıya bölürük. 2 alfa. Bölək məxrəcdə də 2 vurulsun kosinus. Bucaqları toplayıb yarıya bölürük. 3 alfa. Bucaqları çıxıb yarıya bölürük. 2 alfa. Beləliklə 2'lər ixtisar getsə, kosinus 2 alfalar ixtisar getsə, alarıq limit alfa pi bölək 4'ə yaxınlaşdıqda tangens 3 alfa. Alfa pi bölək 4'ə yaxınlaşır. Yəni tangens 3 vurulsun. Pi bölək 4 bizdə 45 dərəcədir. Beləliklə tangens 135 dərəcə. O da bərabərdir mənfi tangens 45 dərəcə. Tangens 45 dərəcədə 1 aldığı üçün doğru cavab olar mənfi 1. Yəni B bəndi. İndi isə ikinci suala baxaq. İkinci sualda deyilir ki, limit x 1'ə yaxınlaşdıqda mötərizdə x kvadratı çıxaq 4x üstəgələk 3 vurulsun sinus x çıxılsın 1 bölək x çıxaq 1'in kvadratı. O da bərabərdir. Dərhal biz limit x 1'ə yaxınlaşdıqda kəsr sürətdəki ifadəni deməli bu kvadrat üçədlini vuruqlara ayıraq. X çıxaq 1 vurulsun, x çıxaq 3 şəklində. Vuraq sinus x çıxılsın 1. Yəni bu hissəni səliqə ilə yazaq. Sinus x çıxılsın 1 bölünsün məxrəcdə də x çıxaq 1'in kvadratı. Beləliklə x çıxaq 1-lə kvadrat ixtisar getsə qalar nə? Limit. Biz də bilirik ki, hasilin limiti ayrı-ayrı limitlərin hasilini ifadələn limitlərin hasilinə bərabərdir. Yəni limit x 1'ə yaxınlaşdıqda x çıxaq 3 vuraq. Bir də yazaq. Limit x 1'ə yaxınlaşdıqda sinus x çıxaq 1 bölünsün x çıxaq 1. İndi burada birinci ifadədə x-in yerinə biz 1 verə bilərik. 1 versək bu ifadənin qiyməti mənfi 2'yə bərabər olar. Amma ikinci hissə baxırıqmı görkəmli, birinci görkəmli limitdir və bu limitin qiyməti də bizdə 1'ə bərabərdir. Beləliklə mənfi 2 vur 1 bərabərdir. Mənfi 2 almış olarıq ki, doğru cavab da A bəndi edər. Üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, limit x 1'ə yaxınlaşdıqda 3-cü dərəcədən kökün adda x minus 1 bölünsün. 3-cü dərəcədə kökün adda x kvadratı üstəgələ 2 vurulsun. 3-cü dərəcədən kökün adda x çıxılsın 3. O da bərabərdir. Limit x 1'ə yaxınlaşdıqda 3-cü dərəcədən kökün adda x minus 1 deməli 3-cü dərəcədən kök adda x minus deməli məxrəcdəki kvadrat üçədlini yenə vuruqlara ayırsaq deməli 3-cü dərəcədən kök adda x minus 1 vurulsun. 3-cü dərəcədən kökün altında x üstə gəlinsin 3. Beləliklə 3-cü dərəcədən kök adda x minus 1'lər sürət və məxrəcdən ixtisar gedir. Sürətdə biz 1 alırıq. Məxrəcdə isə x gördüyümüz yerə 1 yazsaq. 3-cü dərəcədən kökün adda 1 üstə gələ 3 bərabərdir. 1 bölünsün 4. Yəni doğru cavab A bəndi olar. İndi 4-cü suala baxaq. 4-cü sualda deyilir ki, limit x 0'a yaxınlaşdıqda x kvadratı üstəgələk 3x çıx 1 vuraq tangens x bölünsün x kvadratı üstəgələk 2x. Biz kənardan baxdıqda bu misalı biraz çətin görə bilərik, amma misal olduqca sadədir. Limit x 0'a yaxınlaşdıqda belə eləyək. Sürətdəki olan ifadə ilə heç bir işimiz yoxdur. Olduğu kimi köçürək. Məxrəcdə isə x kvadratı üstəgəl 2x ifadəsindən x ortaq vuruq çıxardaq. Onda olur x vuraq, mötərizəsində x üstəgəl 2. Beləliklə, limit x 0'a yaxınlaşdıqda yazıram x kvadratı üstəgəl 3x çıxaq 1 bölünsün. Məxrəcdə isə yazıram x üstəgəl 2 vuraq. Limit x 0'a yaxınlaşdıqda tangens x bölək x. Baxaq. Limit x 0'a yaxınlaşdıqda tangens x bölək x birinci görkəmli limitdir və bu limitin qiyməti bizdə 1'ə bərabərdir. Onda biz birinci ifadədə, yəni bu limitdə olan hissədə x-in yerinə 0 qoymaqla, kəsrin sürət və məxrəcində x-in yerinə 0 qoymaqla ifadənin qiymətini hesablayaq. Beləliklə, 0'ın kvadratı üstəgələ 3 vuraq 0 çıxılsın 1 bölünsün 0 üstəgəl 2. İkinci ifadənin də yenə qiyməti 1'dir. Yəni bir ifadəni də 1'ə vurduqda həmin ifadənin özü alındığı üçün daha 1'ə vur 1 yazmırıq.
Beləliklə doğru cavab olar mənfi 2-də 1. Yəni B bəndi. Sonra 5-ci suala baxaq. 5-ci sualda deyilir ki, limit x 4-ə yaxınlaşdıqda x üstəgəl kök altında x çıxılsın 6 bölünsün. X çıxaq 5 kökün altında x üstəgəlinsin 6. Əgər biz bu x-in yerinə 4 qoysaq, görək kəsirin məxrəcində nə alırıq? 4 üstəgəl 6 10, 4-dən də kök 2 çıxar, 5 dəfədə 2-də 5 dəfədə 2 10 edər. Beləliklə 10 çıxdıqda 0. Yəni məxrəc 0 olduğu üçün biz artıq x-in yerinə 4-ü qoya bilmərik. Bəs nə etməliyik? Baxın, buradakı bu ifadədə kəsirin sürət və məxrəcindəki ifadələrin hər birini vuruqlara ayırmalıyıq. Biz x-i kök altında x-in kvadrat şəklində yaza bilərik. Üstəgəl kök altında x çıxılsın 6. Yenə x-in yerinə yazarıq. Kök altında x onun kvadratı çıxaq. 5 kök altında x üstəgəl 6. O da bərabərdir. Limit x 4-ə yaxınlaşdıqda vuruqlara ayırsaq. Kök altında x üstəgəl 3. Kök altında x çıxılsın 2. Bölünsün kök altında x çıxaq 2. Kök altında x çıxılsın 3. Burada baxırıq ki, kök altında x çıxaq 2-lər sürət və məxrəclər olduğu üçün ixtisar gedirlər. İndi x-in yerinə 4 qoya bilərik. Beləliklə kök altında 4 üstəgələ 3 bölünsün kök altında 4 çıxılsın 3. Və buradan biz əgər burada deyəsən səhvə yol verdim, bəli. Burada 7 yox, başlayın. Deməli 4-dən 2 çıxır, 2-dən 3 gəldikdə 5, 4-dən 2 çıxır, 2-dən də 3 çıxdıqda mənfi 1 və doğru cavab mənfi 5 almış olarıq. Yəni D bəndi. İndi isə 6-cı suala baxaq. 6-cı sualda belə bir ifadə verilibdir və bunun limitini biz hesablamaq üçün nə edirik? Bunun üçün biz həmin bu ifadəni kök qoşmasına vurub eyni zamanda da bölürük. Yəni kök altında x kvadratı üstəgələk 3x çıxılsın kök altında x kvadratı üstəgələk 4x-i biz vururuq kök qoşmasına. Yəni kök altında x kvadratı üstəgəl 3x üstəgəl kök altında x kvadratı üstəgəl 4x-i. Eyni qayda ilə biz bu ifadəni kök altında x kvadratı üstəgəl 3x üstəgəl kök altında x kvadratı üstəgəl 4x-ə bölürük. O da bərabərdir. Limit x sıfıra yaxınlaşanda, sonsuzluğa yaxınlaşanda nə alırıq? Kəsirin sürətindəki ifadələr bir-birinə vursa kvadratlar fərqinin açılışıdır. Birinci mötərizə, birinci mötərizənin içindəki birinci hədd, ikinci mötərizənin içindəki birinci həddə vurulur. Yəni x kvadratı üstəgələk 3x çıxılsın. Birinci mötərizənin içindəki ikinci həddə uyğun olaraq ikinci mötərizənin içindəki ikinci həddə vurulur. Yəni x kvadratı üstəgəl 4x. Amma qarşıda mənfi olduğuna görə hər ikisi işarəsini dəyişir. Mənfi x kvadratı və mənfi 4x olur. Deməli, məxrəcdə isə kökün altda ifadələr olduğu kimi qalır. İndi mən baxsam görərəm ki, x kvadratları islah olur. Beləliklə, limit x sonsuzluğa yaxınlaşdıqda sürətdə mənfi x, məxrəcdə isə kökün altında x kvadratı üstəgəl 3x və üstəgələk kök altında x kvadratı üstəgəl 4x. O da bərabərdir. Baxın, kəsir indi sürət və məxrəcindəki ifadələrin hər birini mən x-ə bölməliyəm. X sonsuzluğa yaxınlaşdıqda x-ə böldükdə 1, sürətdə qalır mənfi 1. İndi verilmiş bu kök altı ifadələrin hər birini x-ə bölürəmsə də həmin o x-i kökün altında salanda x kvadratı olur. Beləliklə x kvadratı bölü x kvadratı üstəgələk 3x bölünsün x kvadratı kökün altında. Üstəgələk eyni qayda ilə x kvadratı bölü x kvadratı üstəgələk 4x bölünsün x kvadratı. Beləliklə deməli x kvadratları ixtisar gedir hər bir kökün altında və qalır nə? Kəsirin sürətində limit x sıfıra yaxınlaşdıqda kəsirin sürətində mənfi 1, məxrəcində isə 1 üstəgələk, baxın, buradakı x-dən x kvadratı ixtisar gedir, qalır 3 böl x. Eyni qayda ilə üstəgələk kökün altında 1 üstəgəl 4 böl x. Çünki x-dən yenə x kvadratı ixtisar gedir. İndi kəsirin sürətində biz mənfi 1 almışıq. Məxrəcdə baxırsınızmı? İndi x burada sıfıra yox, bağışlayın, sonsuzluğa yaxınlaşır. Əgər burada biz 3 bölü x ifadəsini x-in yerinə sonsuzluq qoysaq və yaxud da ki 4 bölü x kəsirində x-in yerinə sonsuzluq qoysaq, bu ifadələrin hər birinin limiti sıfıra yaxınlaşır. Beləliklə, kökün altında qalır 1 üstəgələk 0, üstəgələk yenə kökün altında qalır 1 üstəgələk 0 və bu ifadənin doğru cavabı bizə mənfi 2-də 1 verər. Mənfi 2-də 1 bizdə deməli, C bəndinə uyğun gəlir. Sonra 7-ci ifadəyə baxaq, 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, limit x müsbət sonsuzluğa yaxınlaşdıqda mötərizədə 3x çıxaq, kökün altında x kvadratı üstəgəl 5x üstəgəl 2. İndi biz nə edirik? Yenə bu ifadəni deməli qoşmasına vururuq. Yəni 3x üstəgəlinsin, kökün altında
x kvadratı üstəgəl 5x üstəgəl 2'ye vururuq və eyni zamanda da bölməliyik. Yazırıq 3x üstəgələ kökün altda x kvadratı üstəgələ 5x üstəgəl 2. O da bərabərdir. Beləliklə limit x sonsuzluğa yaxınlaşdıqda deməli 9x kvadratı çıxaq x kvadratı çıxaq 5x çıxaq 2. Bölünsün. Burada məxrəcdə isə 3x üstəgələ kökün altda x kvadratı üstəgələ 5x üstəgələ 2. O da bərabərdir. Limit x sonsuzluğa yaxınlaşdıqda deməli alırıq 8x kvadratı çıxaq 5x çıxaq 2. Məxrəcdə olduğu ifadə isə olduğu kimi qalmalıdır. X kvadratı üstəgələ 5x kvadratı üstəgələ 2 o ifadə də kökün altda. İndi baxaq. Biz dedik ki, limit sonsuzluğa yaxın, x sonsuzluğa yaxınlaşanda limiti hesabladıqda biz dərəcəsi ən böyük olan deməli ifadəyə bölməliyik. Kəsrin sürət və məxrəcində olan ifadələrin hər birini. Deməli x kvadratına bölsəm, onda baxın 5x x'in kvadratına böldükdə 5 bölü x qalır. Limit x sonsuzluğa yaxınlaşandakı limiti 0'a bərabərdir. Eyni ilə 2'ni x kvadratına bölsəm, x sonsuzluğa yaxınlaşdıqdakı limiti yenə 0'dır. Deməli kəsrin sürətində alıram ancaq 8'i. Çünki 8x kvadratını x kvadratına böləndə 8 qalır. İndi məxrəcdəki ifadəyə baxaq. Məxrəcdə nə alırıq? Gəlin bu ifadəni buradan biraz yazaq. Limit x sonsuzluğa yaxınlaşanda bərabərdir, düzdürmü? Daha doğrusu vuraq. Deməli 8 bölünsün. Deməli x kvadratına bölündə 3 bölü x üstə gələk. İndi baxın, x kvadratına böldüyüm üçün kəsrin o x kvadratını kökün altda salsam, onda olur x kvadratı bölü x üstü 4. Üstə gələk 5x bölü x üstü 4. Üstə gələk 2 bölünsün x üstü 4. Deməli x sonsuzluğa yaxınlaşdıqda kəsrin məxrəcindəki hər bir hədd 0'a bərabər olur. Beləliklə, əgər mən 8'i 0'a bölsəm, onda bu ifadənin qiyməti müsbət sonsuzluğa gedər. Yəni doğru cavab olar E bəndi. Sonra 8'in suala baxaq. 8'in sualda deyilir ki, limit x 0'a sağdan yaxınlaşdıqda 5 üzəri mənfi sinus x'i hesablayın. Mən belə bir ifadəni bu şəkildə sadələşdirirəm. Limit x 0'a sağdan yaxınlaşdıqda 5 üstü mənfi sinus x nə deməkdir? 1 bölünsün 5 üstü sinus x. O da bərabərdir. Deməli 1 bölünsün 5 üzəri limit x 0'a sağdan yaxınlaşdıqda sinus x. O da bərabərdir. 1 bölək, deməli 5 üzəri, deməli x'in yerinə deməli 0 qoysaq, sinus 0 da 0 alır, olur 5 üstü 0. 5 üstü 0 isə bizə 1 verir, yəni doğru cavab olur C bəndi. Sonra 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, bu ifadənin limitini hesablayın. Baxın yazarım, limit x mənfi sonsuzluğa yaxınlaşdıqda mötərizədə 10 üzəri 1 bölü x, üstə gələk 7 üzəri x, üstə gəl 2. Biz yəni bu ifadələrin ayrı-ayrılıqda limitlərini hesablayaq. Yazaq ki, limit x mənfi sonsuzluğa yaxınlaşdıqda 10 üzəri 1 bölü x, üstə gələk limit x mənfi sonsuzluğa yaxınlaşdıqda 7 üzəri x, bir də üstə gələk 2. İndi gəlin hesablayaq. Limit x mənfi sonsuzluğa yaxınlaşdıqda 10 üzəri 1 bölək x, o da bərabərdir. İndi baxaq, limit, bağışlayın, limit yox, 10 üzəri limit x mənfi sonsuzluğa yaxınlaşdıqda 1 bölünsün x. O da bərabərdir. O da bizə nə verir? Deməli 1 bölü x'in mənfi sonsuzluğa yaxınlaşdıqdakı limiti bizə verər 0. Bağışlayın, 0 yox, 10 üzəri 0. O da bizə 1 verər. Sonra indi gəlin ikinci hissəni hesablayaq. Yəni limit x mənfi sonsuzluğa yaxınlaşdıqda 7 üzəri x, o da bərabərdir. Limit, deməli limit yox, bağışlayın. Deməli 7 üzəri limit x mənfi sonsuzluğa yaxınlaşdıqda x, o da bərabərdir. 7 üstü mənfi sonsuzluq verər. Bu da 1 bölünsün 7 üstü sonsuzluq 0 deməkdir. Və beləliklə biz nə almış olduq? Deməli birinci hissiyə, yəni birinci ifadənin limiti 0 idi. İkinci həddin limiti, bağışlayın, birinci həddin limiti 1 idi. İkinci həddin limiti 0 idi və sərbəst həddimiz də 2 idi. Bunları topladıqda biz 3 alarıq. Yəni doğru cavab C bəndi. 10-cu suala baxaq. Sadəcə burada görürsünüzmü, yazılarda biraz təhlükəsiz yazıram. Buna səbəb uzun müddətli planşetdə, yəni belə testlər çəkib paylaşmamağımdır ki, artıq müəyyən dərəcədə belə deyək, yadırğamışam. Ona görə üzr hesab edin. Deməli, 10-cu sualda limit x sonsuzluğa yaxınlaşdıqda x vurulsun 1 bölək 5 çıxaq 1 bölünsün məxrəcdə 5 çıxılsın 1 böl x.
İndi biz nə edirik? Limit deməli x sonsuzluğa yaxınlaşdıqda x vurulsun, mötərizənin içindəki ifadəni sadələşdirək. Deməli 5-də 1 çıxaq 1 bölünsün. Məxrəcdəki ifadənin ortaq məxrəci x-dir və biz alırıq 5x çıxaq 1. O da bərabərdir limit x sonsuzluğa yaxınlaşdıqda x vurulsun, mötərizə içində 5-də 1 çıxılsın. Deməli x çıxır sürətə, məxrəcdə isə qalır 5x çıxıq 1. O da bərabərdir limit x sonsuzluğa yaxınlaşdıqda x vurulsun. Kəsirin deməli kəsirləri ortaq məxrəc eləsək, ortaq məxrəc 5 vurulsun 5x çıxaq 1-dir. Yəni məxrəcdə alırıq 25x çıxaq 5. Sürətdə isə 5x çıxıq 1 çıxılsın 5x. O da bərabərdir. Baxın, burada 5x-lər islah olsa, yerdə nə qalır? Limit x sonsuzluğa yaxınlaşdıqda sürətdə -1 qalmışdı. X-ə də vurarıq, olar -x bölünsün 25x çıxaq 5. İndi biz yazırıq limit x sonsuzluğa yaxınlaşdıqda kəsirin sürət və məxrəcdəki hər bir həddi deməli x-ə bölürük və sürətdəki mənfinin limit işarəsinin qarşısına çıxardıq. Beləliklə x böl x bölünsün 25 böl deməli 25x böl x çıxaq 5 böl x. X-i x-ə böldükdə biz kəsirin sürətdə 1 alırıq. Məxrəcdəki 25x böl x-dəki ifadədə x-lər ixtisar gedər. Beləliklə mənfi limit x sonsuzluğa yaxınlaşdıqda 1 bölək 25 çıx 5 böl x. Biz də bilirik ki 5 böl x-in x sonsuzluğa yaxınlaşdıqdakı limiti 0 verir. Beləliklə biz mənfi 1 bölək 25 0, yəni mənfi 25-də 1 almış olarıq ki, doğru cavab da E bəndinə uyğun gəlir. Sonra 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, limit x sonsuzluğa yaxınlaşdıqda x bölək kökün altında x çıx 1 üstəgəl kökün altında x üstəgəl 1 ifadəsinin limitini hesablayın. Deməli biz burada kəsirin sürət və məxrəcindəki hər bir həddi biz x-ə bölürük. Deməli sürətdə x-i x-ə böldükdə 1, məxrəcdə isə alıram. Kök altında x çıxaq 1 böl x, üstəgələk kökün altında x üstəgəl 1 bölünsün x. Həmin bu x-lər də məxrəcə salsaq, bağışlayın, kökün altına salsaq, onda onlar x sonsuzluğa yaxınlaşdıqda kəsirin sürətində 1, məxrəcində kökün altında, deməli x kökün altında düşəndə olur x kvadratı. İndi x-i bölürəm x kvadratına, çıxıram 1-i bölürəm x kvadratına. Eyni qayda ilə üstəgələk x-i bölürəm x kvadratına, 1-i bölürəm x kvadratına. Və indi baxın, bu ifadələrin hər birinin ayrı-ayrı limitini tapdıqda, məsələn, x kvadratına böldükdə 1 bölü x qalır. Onun x sonsuzluğa yaxınlaşdıqdakı limiti 0-dır. 1 bölü x kvadratının limiti də 0-dır. Onda məxrəcdə nə alarıq? Sürətdə 1, məxrəcdə isə 0 üstəgəl 0, 1 bölünsün 0 da bizə müsbət sonsuzluq verir. Yəni doğru cavab olar B bəndi. Sonra növbəti 12-ci suala baxaq. 12-ci sualda deyir ki, K-nın hansı qiymətlərində fx bərabərdir 10 bölək x kvadratı çıxaq 2kx üstəgəl 1 funksiyası 2 müxtəlif nöqtədə kəsiləndir. Deməli, funksiyanın 2 müxtəlif nöqtədə kəsilən olması üçün biz kəsirin məxrəcindəki bu kvadratik funksiyaya baxaq. Kvadratik funksiyanın qrafiki bu şəkildədir, düzdürmü? Nə zaman 2 nöqtədə kəsilirdi, müxtəlif nöqtədə kəsilirdi? 2 müxtəlif nöqtədə kəsilmək üçün bunun diskriminantı sıfırdan böyük olmalıdır. Yəni 2 dənə həqiqi kökü olmalıdır bu kvadratik funksiyanın, doğrudurmu? Onda yazırıq ki, D bərabərdir. Mənfi 2K-nın kvadratı çıxaq 4 vurulsun, 1 vurulsun, 1 böyükdür 0. Beləliklə 4K kvadratı çıxaq 4 böyükdür 0. Hər tərəfi 4-ə bölsək, K kvadratı çıxaq 1 böyükdür 0. Vuruqlara ayırsaq, K çıxaq 1 vuraq, K üstə gələk 1 böyükdür 0 olar. Beləliklə bizim K üçün aladığımız aralıq mənfi sonsuzluğa mənfi 1-ə birləşməsi 1-dən müsbət sonsuzluğa olar ki, doğru cavab da E bəndinə uyğun gələr. İndi isə 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, limit x mənfi sonsuzluğa getdikdə 3 üzəri x-in limitini hesablayın. Deməli, onu da yazıram. 3 üzəri limit x mənfi sonsuzluğa yaxınlaşdıqda x. O da bərabərdir. Bu bizə nə verir? 3 üzəri mənfi sonsuzluq. Mənfinin mənası nə deməkdir? 1 bölünsün 3 üstü sonsuzluq. Bu da 1 bölünsün 3 üstü sonsuzluq deməkdir. 1-i də sonsuzluğa böldükdə 0 alarıq və doğru cavab olar A bəndi. 14-cü suala baxaq. 14-cü sualda deyilir ki, limit x sonsuzluğa yaxınlaşdıqda x üstə gələk 3-ün faktorialı bölünsün 3 üzəri x. İndi gəlin bunu hesablayaq. Bunu hesablamaq üçün gəlin x-ə müəyyən qiymətlər verək. Yəni x-ə 1-dən
4'e qədər ardıcıl natural ədədləri verək. X bərabərdir 1, 2, 3 və 4. İndi hər bir x qiyməti üçün bu kəsirin ifadənin qiymətini hesablayaq. Deməli 1 qoysaq, kəsirin sürəti olur 4 faktorial, məxrəc isə 3-1. Yəni 64 bölünsün 3. Sonra x-in yerinə 2, bağışlayın 64 yazdım. 4 faktorial bizdə 24 eləyir. 24 bölünsün, deməli 4, 3. Bunun qiyməti 8 edir, amma yazmasaq da olar. İndi 2 qoyduqda olur 5 faktorial bölünsün 3'ün üzəri 2. 5 faktorial bizdə 120'dir. 120 bölünsün 9. Sonra 3 versək, məsələn 6 faktorial bölünsün 3'tür 3. Yəni 6 faktorial bizdə 720'dir. 720 bölünsün 27. Biz baxırıq ki, kəsirin sürəti məxrəcinə görə olduqca sürətlə artır. Ona görə deyirik ki, kəsirin sürəti məxrəcinə nəzərən çox böyük sürətlə artdığına görə x sonsuzluğa yaxınlaşanda bu ifadənin qiyməti avtomatik olaraq müsbət sonsuzluğa yaxınlaşmalıdır və doğru cavab olmalıdır. C bəndi. Sonra 15-ci, 16-cı, 17-ci suallara baxaq. Bu suallar bundan qabaqki testlərdə izah elədiyim ümumi qayda əsasında asanlıqla həll olunur. X sonsuzluğa yaxınlaşdıqda deməli olur 1 üstəgələk 3 bölünsün 2x üstəgələk 5 üzəri 6x üstəgəl 1. Biz nə şəklində yazırıq? Limit deməli x sonsuzluğa yaxınlaşdıqda 1 üstəgələk 3 bölünsün 2x üstəgələk 5 üzəri, baxın bu ifadənin tərzi, yəni 2x üstəgələk 5 bölünsün 3. İndi mən bu ifadəyə, deməli bunun qüvvəti bu 2x üstəgələk 5 bölünsün 3'də idi. Deməli mən onu bir də tərsinə vurmalıyam. 3 bölünsün 2x üstəgələk 5. Bir də vurulsun 6x üstəgələk 1'in özü. Bunu da mötərizdə alaq. O da bərabərdir. Və bu ifadənin də burada yer qalmadı. Bax bu hasilin də biz eyni qayda ilə limit x sıfıra sonsuzluğa yaxınlaşandakı limitini hesablamalıyıq. Beləliklə baxın mötərizənin içindəki ifadə bizə verir nəyi? E ədədini. Beləliklə e üzəri limit x sonsuzluğa yaxınlaşdıqda 3'ü də vursaq olar 18x üstəgələk 3 bölünsün 2x üstəgələk 5. Və kəsirin sürət və məxrəzindəki ifadəni x-ə böldükdə biz bu ifadənin bölərək ifadənin x sonsuzluğa yaxınlaşdıqda limitini hesablaya bilərik. Sadəcə x-lərin qüvvətləri 1 olduğuna görə kəsirin sürət və məxrəzində 18'i biz 2'yə bölməklə asanlıqla cavabı tapa bilərik. Beləliklə doğru cavab olar y üstü 9, yəni A bəndi. Eyni ilə 16-cı sualı da həll etmək mümkündür. 16-cı sualda limit x sonsuzluğa yaxınlaşdıqda 3x üstəgəl 8 bölünsün 3x üstəgəl 4 üzəri 5x çıxılsın 1. Əvvəlcə yazırıq limit x sonsuzluğa yaxınlaşdıqda 3x üstəgələk 8'i bu şəkildə parçalamaq olarmı? 3x üstəgələk 4 bölünsün 3x üstəgələk 4 üstəgələk 4 bölünsün 3x üstəgələk 4 üzəri 5x çıxılsın 1. O da bərabərdir. Yerinə beləliklə limit x sonsuzluğa yaxınlaşdıqda 3x üstəgələk 4'ü bölək 3x üstəgələk 4 bizə verir 1. 1 üstəgələk 4 bölünsün 3x üstəgələk 4 üzəri. İndi nə yazmalıyım? Bu ifadənin tərsinə. Yəni 3x üstəgələk 4 bölünsün 4. Sonra və bunun üzəri, deməli bu ifadəni mən özüm yazdığıma görə tərsində yazmalıyam ki, hasili 1 eləsin bu qüvvətin. Beləliklə 4 bölünsün 3x üstəgələk 4. Bir də vurulsun 5x çıxaq 1'in özünə. Yenə də limit bağışlayın yaddan çıxdı. Burada da bir qüvvətdə də bir limit olmalıydı. Beləliklə mötərizənin içindəki ifadənin limiti bizə verir e. Deməli olur e üzəri limit x sonsuzluğa yaxınlaşdıqda mötərizəni vurub atsaq 4 dəfə 5x 20x çıxılsın. 4 dəfə də 1 4 bölünsün 3x üstəgələk 4. Yəni də bu ifadənin limitini qısa yoldan hesablayaq. 20 bölək 3 alarıq. Beləliklə y üzəri 20 bölünsün 3, yəni deməli C bəndinə uyğun gələr. Sonra 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, limit x sonsuzluğa yaxınlaşdıqda 1 üstəgələk 2x üstəgəl 1 bölünsün 5x kvadrat üstəgələk 2. Misalın şərtində nə verib onu yazmıram. Sadəcə olaraq baxın ikinci bu ifadə var. Birdən sonra gələn ifadəni biz onun tərsini yazırdıq. Çünki biz y üstü nəsə almaq istəyirik. Bağışlayın, bunun tərsini yazanda nə olur? 5x kvadratı üstəgəl 2 bölünsün 2x üstəgəl 1. Deməli qüvvətdə olur 2x üstəgəl 1 bölünsün 5x kvadratı üstəgəl 2. Deməli və burada bir limit də olmalıdır. Bağışlayın, bu limiti yazmadım. Limit x sonsuzluğa yaxınlaşdıqda bir də
nə olmalıdır? Vur 10x üstə gələk 3-ə. O da bərabərdir. Mötərizənin içindəki ifadə yenə bizə e verir. Deməli, e üzəri limit x sonsuzluğa yaxınlaşdıqda mötərizəni vurub atsaq, deməli, kəsirin məxrəci 5x kvadratı üstə gələ 2-dir. Sürətdə 2x 10x-ə vururam 20x kvadratı. Sonra 2x-i 3-ə vururam 6x. 1-i 10x-ə vururam 10x. Olur cəmi 16x üstə gəl 3. İndi burada isə qısa yolda nə cür tapırıq? X kvadratının, yəni dərəcəsi ən böyük olan deməli, burada bir hədli x kvadrat olduğuna görə onun əmsallarını da bölüb asanlıqla tapıram. Y üstü, deməli 20-ni də 5-ə böldükdə 4, yəni doğru cavablar A bəndi. 18-ə baxaq. 18-in sualda deyilir ki, fx funksiyası bizdə x kubu çıxaq 2x kvadratı çıxaq 3x üstə gələk 1 şəklindədir. Biz indi bu kəsirin limitini hesablamaq istəyirik. Diqqət etirsək görərik ki, bir fx çıxaq f-1 deyilən bir ifadə var. Biz f-1-i gəlin asanlıqla hesablayaq. f-1 bərabərdir. -1-in kubu çıxaq 2 vurusu -1-in kvadratı çıxaq 3 vurusu -1 üstə gəl 1. Deməli, -1-in kubu elədi -1. -1-in kvadratı elədi 1, 2-yə vurduqda da bu elədi -2. -3-ü də -1-ə vurduqda bu ifadə elədi 3. Baxın, -1, -2, -3, müsbət 3-dən getdi və qaldı 1. Deməli, mən hesablamalıyam nəyi? Limit x -1-ə yaxınlaşdı. Fx-in yerinə yazıram. X kubu çıxaq 2x kvadratı çıxaq 3x üstə gəl 1 çıxaq 1. Bölünsün x üstə gəl 1. Burada mənfi müsbət birlər bir-birinə aparır. O da bərabərdir. Limit x -1-ə yaxınlaşdıqda, baxın buradan x-i çıxartsaq sürətdən qalır x kvadratı çıxaq 2x çıxaq 3. Bölünsün x üstə gəl 1. O da bərabərdir. Limit x -1-ə yaxınlaşdıqda x vurulsun. X kvadrat çıxaq 2x çıxaq 3, deməli 3 kvadrat cədlisini vuruqlara ayırsaq, x üstə gəl 1 vurulsun x çıxaq 3 yazarıq. Bölək x üstə gəl 1-ə. Beləliklə x üstə gələk 1-lər ixtisar getsə, x-in yerinə -1 yazmaqla nə alarıq? Deməli, -1 vuraq, -1 çıx 3. Buradan da biz müsbət 4 alarıq. Yəni doğru cavab olar C bəndi. 19-un suala baxaq. 19-un sual burada olduqca maraqlıdır. Baxın, bu sual həm də deməli, sonsuz azalan həndəsi silsilə var idi. Orada cəm düsturu. Bax, bu oradakı cəm düsturunun əslində qalsa bir növ çıxarılışından bir hissədir bu. Belə yazaq. Deyir ki, Q 0 ilə 1-in arasında qiymət alır. Belə olan halda limit x mənfi sonsuzluğa yaxınlaşdıqda Q üzəri -5x üstə gələk 1 ifadəsinin qiymətini hesablayın. Deməli, mən yazıram. Q üzəri limit x mənfi sonsuzluğa yaxınlaşdıqda -5x üstə gələk 1-in qiymətini hesablayın. Baxın, x-in yerinə mənfi sonsuzluq qoysa, -5-ə vurduqda, mənfiyə vuranda müsbət alırsınız. Yəni, bu ifadənin qiyməti Q üstü müsbət sonsuzluq edir. Bəs Q bizdə 0 ilə 1-in arasındadır. Məsələn, Q deyək ki, 2 ilə 1-dir. 2 ilə 1 üstü sonsuzluq nə verir bizə? 0 verir. Çünki 2 ilə 1 üzəri sonsuzluq artıq 0-a doğru yaxın bir qiymət alır və doğru cavab olur A bəndi. Eyni qayda ilə 20-ci sualda bunun tərsidir. Yəni, Q-nü 1-dən böyük götürür, amma bu dəfə x müsbət sonsuzluğa gedir. Yəni, x müsbət sonsuzluğa yaxınlaşdıqda limiti hesablamaq tələb olunur. Q üstü -2x üstə gələk 3. Baxın, x-in yerinə müsbət sonsuzluq qoyanda bu ifadə olur nə? Q üzəri mənfi sonsuzluq. Q də 1-dən böyük olduğuna görə deyək ki, Q-nün qiyməti 2-dir. 2 üstü mənfi sonsuzluq verir bərabərdir 1 üzəri 2 bölünsün müsbət sonsuzluq. Bu ifadə qiyməti yenə bizə 0 verər. Yəni doğru cavab olar E bəndi. Beləliklə biz artıq deməli 6-cı testin suallarına baxdıq. Bu qırıq-qırıq olan nitqimə həm də ki səliqəsiz yazma görə əvəzədən hər birinizdən üzr istəyirəm. Yenə uzun müddətli yazmadığım üçün artıq əl belə deyək də öz vərdişini itiribdir. Hətta danışıqda da müəyyən qədər qüsurlar yaranıbdır. Bu da işlərin çoxluğundan irəli gəlir ki, davamlı sürətdə video qoya bilməmişəm. Əgər hər hansı bir qaranlıq nöqtə qalsa, videonun şərh bölməsində qeyd edə bilərsiniz. Bundan başqa misallarla bağlı bütün suallarınızı videonun şərh bölməsində yazıb soruşa bilərsiniz. Sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.